Salam, xoş gördük. Bu videomuzda da Bres platformasında idarə olunan formalarda, idarə olunan tətbiqdə, yəni upravляемое приложениеdə proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Artıq keçən dərsimizdə biz konfigurasiya ağacının meta obyektlərindən olan alt sistemi yaratdıq. Yəni bazamızda, yəni istifadəçi tərəfdə artıq interfeysində uçot alt sistemi adında alt sistem, yəni podsistema da mövcuddur. Bir növ biz konfigurasiyamızı da, yəni istifadəçi tərəfindən də vizual olaraq müəyyən bir bölməsini əlavə etmiş olduq. Yəni onun bir strukturunu yaratmış olduq. Adını da uçot alt sistemi qoyduq. Bu videomuzda isə biz konfigurasiya obyektləri ağacının digər mühüm obyektlərindən, elementlərindən biri olan spravochniki, yəni kataloqlar haqqında olacaq. Gəlin ilk əvvəl bu obyektimizə, yəni spravocnik obyektinə tərif verək. Spravocniklar, yəni bu kataloqlar konfigurasiyanın tətbiqi obyektləridir. Onlar, yəni bu spravocniklar, bu kataloqlar eyni struktura malik və siyahı xarakterli məlumatları informasiya bazasında saxlamağa imkan verir. Yəni bu məsələn əməkdaşların siyahısı, malların siyahısı, təchizatçılar və ya alıcılar siyahısı da ola bilər. Yəni fərqli siyahı xarakterli məlumatları özündə saxlayan bir element, bir obyektdir. Yəni belə bir məlumat istənilən halda bizim spravocniklarımızda, yəni bu kataloqlarımızda saxlanıla bilər. Gəlin ilk spravocnikimizi, yəni kataloq obyektimizi yaradaq. Bunun üçün mausun, yəni bu siçanın sağ düyməsini sıxırıq və burada добавить üstə gəl və yaxud da bu obyektin özünü, spravocnik obyektini seçib bu üstə konfigurasiyanın, bu ağacın üst panelində, yəni üst pəncərəsində olan добавить və yaxud da klaviaturadan ins düyməsini sıxaraq yeni elementini əlavə eləyə bilərik. Gəlin добавить eləyək. Qarşımıza belə bu obyektin, bu elementin, bu meta obyektin sazlama pəncərəsi açılır. Burada müxtəlif bölmələr, baxın, основные, podsistema, indi hamısı haqqında ətraflı geniş şəkildə danışacaq. Üst hissədə olan основные, əsas bölmədə spravocnikimiz, bu kataloqumuzu müəyyənləşdirək. İlk kataloqumuz nə olsun və ona ad verək. Bu kataloqumuzun adını nomenklatura, yəni biz bu spravocnikdə, bu indi yaradacağımız kataloqda məhsulların adlarını, məhsulların siyahısını saxlayacaq. Adını da qoyaq nomenklatura. Bu həm xidmət ola bilər, həm məhsul ola bilər. Yəni bu şəkildə, yəni onun adını nomenklatura olaraq təyin eləyək. Sinonimdə gördüyünüz kimi avtomatik olaraq yaranır. Qeyd etdiyimiz kimi bu spravocnik bizdə, bu kataloq bizdə nə üçün istifadə olunacaq? Qeyd etdiyimiz kimi burada məhsullarımızın haqqında məlumatları saxlayacaq. Məsələn, anbarımızdakı malların əsasən adlarını qeyd edəcək. Yəni ilk öncə. Gəlin keçək. Yəni burada gördüyünüz bu bölmələr də asandır. Yəni baxan kimi özünüz də başa düşəcəksiniz. Представление объекта, yəni obyektin, elementin təsviri. Biraz ekranı böyüdüm, daha belə rahat görək. İndi keçək burada ikinci bölməyə, podsistema və həmin bu yaradacağımız nomenklatura obyektini keçən dərsimizdə artıq yaratdığımız uçot alt sisteminə əlavə edək. Yəni həmin bölmədə bu bizim kataloqumuz yerləşsin. Biz indi məhsulumuzu bu alt sistemə əlavə edən kimi hal-hazırda burada bizə indi kifayət eləyir bu sazlanmaları təyin etmək və gəlin hələlik istifadəçi rejimində bazamızı açaq və elədiyimiz dəyişiklikləri yoxlayaq. Bunun üçün bazamızı yeniləyirik ki, bizim əlavə etdiyimiz bu obyekt yaddaşda saxlansın və gördüyünüz kimi belə bir qarşımıza pəncərə açılır. Bres platforması bizə bu təklifi qəbul etməyi bildirir. Yəni biz indi hal-hazırda əlavə etdiyimiz bu kataloqla konfigurasiyamızın strukturunu dəyişmiş olduq. Bu səbəbdən də belə bir xəbərdarlıq, yəni bildiriş pəncərəsi qarşımıza çıxır və bunu принимать qəbul edirik. Və istifadəçi rejimdə açmaq üçün servis, adres предприятия və yaxud da baxın начать отладку və yaxud da klaviaturadan F5 düyməsinin üzərinə sıxırıq. Bres istifadəçi rejimində açıldıqdan sonra artıq keçən dərsimizdən əlavə etdiyimiz baxın uçot alt sistemi. Bu bölməyə daxil olsaq, yəni onun üzərinə klikləsək və gördüyünüz kimi həmin bizim yaratdığımız nomenklatura spravochniki kataloqu bu alt sistemə artıq əlavə edilmişdir. Bu nə deməkdir? Burada bir nüansı, bir məsələni qeyd edim. Bu dostlar ilk növbədə onu göstərir ki, bizim bu konfiguratordakı meta obyektlərimiz, baxın, istər spravocnikimiz olsun, istər bizim keçən
keçən dərsdə əlavə etdiyimiz uçot alt sistemi obyekti olsun. Onlar hamısı, yəni bu obyektlər bir-biri ilə qarşılıqlı əlaqə yaradır. Bunu bizim üçün platforma təşkil edir. Yəni gördüyünüz kimi biz bu yaratdığımız nomenklaturanı podsistema bölməsindəki sazlamasında uçot alt sistemini seçən kimi bir platforması, baxın interfeysə zada biz heç bir şey, yəni ki, sazlamadıq, düzəliş etmədik və avtomatik olaraq bizim nomenklaturamız gəlib bu uçot alt sisteminin, yəni bir bölmə, bir menyu olaraq bura düşmüş oldu. Yəni bu haqqda, bu qarşılıqlı əlaqə haqqında biz, yəni dərslərimizi keçdikcə daha ətraflı öyrənəcəyik. Yəni gördüyünüz kimi bu bizi platformanın, BRS platformasının idarə olunan formal rejimi bizə çox belə rahat imkanlar, belə üstünlüklər təqdim edir. İndi hal-hazırda biz bu qarşılıqlı əlaqə mövzusunda indi durmayacaq. Yəni daim bu mövzunu, yəni biz uçot alt sistemimizi yaratdığımız müddətcə, yəni bu tədris, yəni dərs mövzusunda onlar haqqında da ətraflı inşallah danışacağıq. Gəlin indi, yəni bunu gördükdən sonra, yəni etdiyimiz dəyişikliyin platformada istifadəçi rejimində şahid olduqdan sonra yenidən qayıdaq konfiquratorumuza, yenidən öz, yəni ki, spravçnik nomenklaturam bunu açırıq. Yəni bunun üçün spravçniklar bölməsində, yəni общий konstantı indi hal-hazırda biz bugünkü mövzumuz spravçniklar, kataloqlar haqqında olacaq. Keçirik üzərinə 2 dəfə tıklayırıq, onun belə sazlama pəncərəsi açılır. Burada əsas nəyi qeyd etməliyik? Əslində spravçniklərimizdəki, yəni bu kataloqlarımızdakı hər bir elementi kod və ad, yəni naименование ilə xarakterizə etmək olar. Yəni hər bir spravçnik kataloq elementi hər bir yazı, kod, yəni sətir tipində olan kod və ad kimi baza rekvizitlərə malik olur. Bu rekvizitlər indi göstərəcəm sizə avtomatik olaraq platforma tərəfindən yaradılır. Gəlin, əgər biz indi danlı, yəni bu verilənlər bu bölməyə danlı bölməsinə daxil olsa, burada həmin qeyd etdiyim ad və naименование, baxın bu kod və ad sazlamaları təyin olunan bölmədir. Burada görürsüz, длина koda, kodun uzunluğu və adın uzunluğu təyin olunur. Длина наименование. Hal-hazırda görürsüz 9 simvol təyin olunub və длина наименование, yəni adın uzunluğu isə 25 simvol təyin olunub. Yəni məsələn, bizim indi yaradacağımız malların, yəni məhsulların adlarının neçə simvoldan ibarət ola biləcəyini buradan biz müəyyən edə bilərik. Ümumiyyətlə baxın, bu kod və ad niyə lazımdır? Bu rekvizitlər, yəni ki, baxın bu kod da olsun, ad da olsun, platforma tərəfindən standart olaraq bizə verilir. Yəni elə düşünməyin ki, bunlar hansısa mifoloji bir rekvizitlərdir. Yəni mən indi sizə göstərəcəm. Görəcəksiniz ki, biz bu yaratdığımız kataloq üçün, onun üçün kodu və adı biz deyil, Adines platforması özü bizə, yəni avtomatik olaraq yaradıb. Gəlin indi bu pəncərəni bağlayaq və Adinesi yenidən istifadəçi rejimində açaq. Keçirik uçot alt sisteminə, buradan nomenklatura bölməsinə və açdığı bu bölməyə ki, açan kimi fikir verdinizsə, naименование və kod. Bu siyahısıdır, yəni nomenklaturanın, bu bizim indi yaratdığımız kataloqun spravçnikin. Hətta fikir verirsinizsə, bu problemi, bu idarə olunan formada BRS platforması avtomatik olaraq bizə belə qəşəng bir forma siyahını yaratdı. İndi biz bura sazdaç düyməsində görürsünüz, avtomatik formalaşdı. Biz bunu əllə əlavə etmirik. Yaratdıqca məhsullarımız bura əlavə olunacaq. Ad və qeyd etdiyimiz kimi ad və kod standart platforma tərəfindən, yəni biz təyin etməsək belə, BRS platforması bu əsas iki sahəni həmin bu kateqoriyada olan kataloq spravçnik üçün BRS platforması tərəfindən avtomatik olaraq yaradılmışdır. Baxın, gəlin indi biz sazdaç düyməsini sıxaq və bir məhsul əlavə edək. Bunun üçün fikir verdinizsə, biz bu sazdaçı vuran kimi qarşımıza açılan forma, bu da BRS platforması tərəfindən avtomatik olaraq bizim üçün fikir verirsə yaradılıb və kod və naименование xanaları da baxın bizə yəni ki təklif olunur ki doldurulsun. Ad sahəsi bizim daxil edəcəyimiz adla dolur. Kod sahəsi isə bu BRS platforması bizim üçün işi asanlaşdırıb. Yəni biz bu sazlamanı dəyişə də bilərik. Avtomatik olaraq platforma özü bu kodu verəcək. Və məsləhət görərdim ki bu qalsın. Yəni biz buna müdaxilə etməyə ki, yəni bu kodlar həmişə unikal olsun. Yəni BRS platforması avtonumerasiya, yəni avtomatik nömrələmə ilə bu nömrələri özü bizim üçün yaradacaq. Biz indi zapisaçı üzərinə sıxsaq. Gəlin ad təyin eləyək. Misal üçün ilk malımızı şkaf qoyaq.
şkaf adında adı yazırıq. Görürsüz biz bu sahəni belə heç yaratmadıq. Heç bir şey proqramlaşdırmadıq. Yəni avtomatik olaraq platforma bizim üçün bu rekvizitləri, sahələri yaratmış oldu. Və yenə də qeyd edim ki, bu kodun avtomatik olaraq yaradılması bu bizə, yəni BRS platformasında bazamızda imkan yaradacaq ki, biz eyni kodu təkrarlanmadan, yəni unikal olaraq yaranması təmin olunmuş olacaq. Yəni eyni koddan ikincisini yaratmaq mümkün olmayacaq. Çünki BRS özü buna nəzarət edir və unikal zapislər, yəni yazılımları özü yaradacaq. Hətta biz indi baxın bu şkaf adında 2 dənə məhsul, yəni yaratsaq, onların kodları unikal olacaq, yəni təkrarlanmayacaq. Baxmayaraq ki, ikisinin də adı eyni olacaq, fərqli bir məhsul kimi misal üçün bazaya, konfiqurasiyaya əlavə olunacaq. Beləliklə indi bu hissəni bağlaya bilərik. Hətta gəlin zapisati zakrit vuraq. Gördüyünüz kimi şkaf məhsulumuz kodu da avtomatik olaraq gördünüz doldu. Hətta gəlin yenidən açaq. Görürsüz bunu biz yazmadıq. BRS platforması, yəni orada bunun sazlanmasında təyin etdiyimiz danla bölməsində 9 simvol uzunluğunda və 25 simvol uzunluğunda da ad olacaq. Yəni fikir verdisə özü avtomatik olaraq yaratmış oldu. Beləliklə gəlin bu hissəni bağlayaq. Yəni keçək yenidən konfiquratora. Gəlin bunu da bağlayaq. Yenidən açaq nomenklatura katalogumuzu və daha da dərindən, yəni bütün burada olan sazlamaları hamısını öyrənək. Baxın, bu obyektin adı, yəni bizim qeyd etdiyimiz kimi nomenklatura və sinonimi. Bunlar haqqında artıq biz digər bundan qabaqki dərslərimizdə ətraflı olaraq danışmışdıq. Bu istər alt sistemləri yaradarkən və yaxud da tədris konfiqurasiyasının adını təyin edərkən qeyd etmişdik ki, sinonim nə üçündür və ad nə üçündür? Bu obyektimizə verdiyimiz ad, yəni çalışmalıyıq ki, adı boşluqlar olmasın, camel case standartına uyğun şəkildə tərtib eləyək və sinonimdə də istədiyimiz şəkildə qeyd eləyə bilərik. Hətta gəlin bunun adını dəyişək, məhsul qoyaq. Məsəl üçün sinonim. Məhsul qoymaq o qədər effektiv olmayacaq. Gəlin onun adını nomenklaturada saxlayaq. Çünki ola bilər ki, burada bizdə bu nomenklatura xidmət də ola bilər. Xidmət üçün ayrıca biz burada götürüb nomenklatura kimi bir kataloq və yaxud da obyekt yaratmamaqdan ötürü gəlin buna elə adı nomenklatura qoyulmağı daha yaxşıdır. Yəni qeyd etmək istəyirəm ki, yəni burada istənilən uzunluqda ara buraxmaqla fərqli belə adlar, yəni sinonimdə təşkil yaza bilərsiniz və bu sinonimdə də qeyd olunan istifadəçi üçün onun istifadəçi rejimində açdığı zaman ona bu sinonimdəki ad görsənəcək. Bu isə ümumi keçən dərsimizdən də artıq qeyd etdiyimiz kimi bu bizdə kod vasitəsilə müraciət etmək üçün, yəni bu səbəbdən də burada çalışmaq lazımdır ki, bir növ unikal, asan, qısa bir ad olsun. İkinci bölmə burada podsistemada artıq bunu biz yəni dərsin əvvəlində təyin etdik. Bu işarəni qoyduq və uçot alt sisteminə əlavə olunmuş oldu bizim bu kataloqumuz, bu spravочникimiz. İndi isə daha mühüm sazlamalardan olan, baxın bu iyerarxiya anlayışı. Keçək bu bölməyə. Aydınlaşdıraq görək ki, bu iyerarxiya nədir? Ümumiyyətlə belə iyerarxik spravочник özü nə deməkdir? Yəni bizim bu kataloqumuz nə deməkdir? Baxın, yəni bizim spravочникdəki, yəni bu kataloqdakı elementlər bu nomenklaturada iyerarxik, yəni bir quruluşa, kataloq strukturuna malik iyerarxik şəkildə yerləşə bilərlər. Yəni məsələn, bizim bir nomenklaturamız var, amma biz onu yəni bölmək, qruplaşdırmaq istəyirik. Məsələn, alətlər bir kataloqda, alətlərə aid məhsullar həmin bu iyerarxiyada, yəni bu qrupda olsun və yaxud da materiallar kimi bölmələr yaratmaq və sonra da həmin bölmələrin içərisində digər, yəni malları, qeydləri, yəni ki, obyektləri, elementləri əlavə edə bilərik. Yəni bir növ qəşəng səliqəli struktur şəklində biz kataloqlar, yəni qovluqlar şəklində nomenklatura elementlərimizi, məhsul elementlərimizi istifadəçi rahat şəkildə ora əlavə edə bilər və rahat şəkildə də o axtarışı təyin edə bilər. Misal üçün mebel bölməsində şkaf, digər məhsullar, alətlər bölməsində ona aid məhsullar, yaxud da materiallar bölməsində, iyerarxiyasında ayrı məhsulları, yəni rahat şəkildə səliqəli, struktur, qruplaşmış şəkildə yarada bilər. Baxın, bu onu bizim bu kataloqda iyerarxiya bölməsindəki sazlanması təyin eləyir. İndi sizə göstərəcəm, iyerarxiya təkcə belə qovluqlar, qruplar şəklində deyil, sırf elementlərin özündən də ibarət ola bilər. Yəni elementlərin öz aralarında da ola bilər. İndi biz iyerarxический spravочник görürsünüz, hal-hazırda sönüb. İyerarxiyanı istəyiriksə bu kataloqumuzda
saytımızda bu özəllik olsun, bu qruplaşma olsun. Bu işarənin üzərinə sıxırıq və gördüyünüz kimi vid iyerarxiya adlı bir bölmələr aktiv olmuş oldu. Biz buradan baxın, vid iyerarxiyanın, yəni bu qruplaşmanın görünüşü. Burada açırıq görürük 2 dənə sazlama var. İyerarxiya, qrup, element. Bizim bu obyektlərimizin həm qrup, həm də elementdən ibarət və yaxud da yalnızca iyerarxiya elementov qoya bilərik. Ancaq bizə daha rahat olar ki, bu papka, qovluq şəklində görsənsin. İyerarxiya, qrup, elementov bu sazlamanı seçirik. Burada razmещать qrupu sverxu, yəni qruplar yuxarıdan yerləşsin. O özlə görürsüz avtomatik olaraq özü təyin olunub standart olaraq. Ona toxunmuruq, o qalır. Biz hətta burada ограничение количества уровней иерархии. Biz iyerarxiyanın dərəcələrini təyin edə bilərik. Yəni onu məhdudlaşdıra bilərik ki, tutaq ki, bizim qovluğumuz, yəni bu strukturu, iyerarxiyası 2 pillədən ibarət olsun. Yəni bir qovluğun içində tutaq ki, 2 qalsa bu şəkildə. Deməli bizim iyerarxiyamız, yəni strukturumuz 2 qovluqdan ibarət ola bilər. Üst qovluq, yəni və ona tabe olan alt qovluq. Ancaq daha yaxşı olar ki, biz bunu məhdudiyyət qoymayaq. Yəni istənilən sayda bir papkanın, bir qovluğun içindən başqa qovluq bölmə, o bölmənin içində başqa bölmələr bu şəkildə elə dərəcəsi, yəni ki, böyüyə bilsin. Bunu söndürək, bu şəkildə qalsın. Yəni məhdudiyyət qoymayaq. Gəlin bu etdiyimiz sazlamaları da yoxlamaq üçün, yəni nə dəyişikliklər oldu bu sazlamaları təyin etməklə ona baxaq. Bunun üçün gəlin bağlayaq. Artıq biz bunları təyin etdik və görürsüz burada işarə yarandı ki, bazada dəyişiklik olub. Və bu dəyişikliyi yadda saxlayırıq və fikir verin. Konfigurasiyamızın strukturunda dəyişiklik oldu. Yəni ki, bir növ yeni bir funksional, yəni iyerarxiyanı əlavə etdiyimizə görə platforma bizə bu yeniliyi qəbul etməyi təklif edir və biz qəbul edirik, принять düyməsini sıxırıq. Və keçək istifadəçi rejimində açaq. İndi biz praktikada görəcəyik ki, iyerarxiya kataloqlarda, spravçniklarda necə olur və necə görsənir. Buradan keçirik yenidən uçot alt sisteminə və bizim bu əlavə etdiyimiz yeni nomenklatura kataloqu onun üzərinə sıxırıq və baxın indi. Burada avtomatik olaraq platforma, yenə də biz heç bir şey etmədik. Sadəcə sazlamaları təyin etdik. Yəni burada işarəni falan qoyduq. Məsəl üçün iyerarxiyada. Ancaq heç bir özümüzdən formaya düymə əlavə et belə işlər görmədik. 1S platforması isə bizim üçün gördüyünüz kimi avtomatik olaraq yeni bir düymə əlavə etdi sazdaçdan əlavə. Bu hansı ki elementi yaratmışdıq. Qrup, yəni papka, qovluq yaratmaq, bir struktur yaratmaq imkanı üçün bu cür sazdaç qrup bu. Yəni bir qrup yarat. Belə bir düyməmiz əlavə olundu. Gəlin indi bir qrup yaradaq. Bu düymə indi bizdə artıq aktivdir. Onun üzərinə tıklayırıq. Fikir verirsə burada da yeni bir sahə, raditel, yəni valideyn, yəni bir növ bu bizdə indi yaradacağımız qovluq belə özü hansısa başqa bir qovluğun içində ola bilər. Görsə hal-hazırda bir dənə əsas qovluqdur nomenklatura kataloqu. Yəni başqa bir qovluq yox. İndi gəlin biz ilk qovluğumuzu yaradaq və adını da belə rahat olsun deyə bizdə indi şkaf elementi var. Mebel qoyaq. Yəni bu mebel bölməsinə, bu qovluğuna, bu papkasına, bu qrupa fərqli mebellər, şkaflar, hamısını materiala bu hissəyə, bu qovluğa əlavə edə bilərik. Adını qoyuruq mebel və zapisать и закрыть. Gördüyünüz kimi qarşımıza belə qovluq işarəsi ilə papka bir növ yeni bir kateqoriya, kataloq yarandı. Hətta üzərinə bassaq görsə hal-hazırda içində heç bir, yəni ki, element yoxdur. İndi gəlin bu şkafı ataq bu papkanın qovluğun içərisində yerləşdirək. Bunu ya tutub belə sol mışqanın ya mausun sol düyməsini sıxıb çəkib darta da bilərik və yaxud da bunu sağ düyməni sıxıb, baxın burada переместить в группу buradan seçə bilərik və yaxud da, yəni bu ikinci variant idi, üçüncü variantı göstərirəm. Bu məhsulun içərisinə gör artıq raditel, yəni valideyn, yəni kateqoriyanın adını bildirən bu sahə əlavə olunub. Orada daxil olub mebeli seçə bilərik. Baxın bu şəkildə fikir verdinizsə ümumi siyahıdan çıxdı. Hal-hazırda indi bu kataloqun, kateqoriyanın bu qovluğun üzərinə sıxsaq bizim şkaf onun içərisində görsənəcək. Qeyd etdiyim kimi bunu hətta indi gəlin çıxardaq, digər şəkildə də əlavə eləyək. Gətirək buradan ümumi görürsüz içindən çıxır. Hətta baxın belə tutub içinə ata bilərik. Gördünüz gəldi düşdü. Və yaxud da götürüb bunu bu sağ düyməni переместить в группу seçirik. Buradan da əlavə eləyə bilərik içərisinə. Baxın bu şəkildə. Hal-hazırda bizim elementimiz şkafımız mebellər kataloqun içərisindədir.
Baxın, indi hal-hazırda bizim etdiyimiz bu dəyişiklikdən sonra biz konkret olaraq qeyd edə bilərik ki, iyerarxiya bu işarə qoyulduqdan icazə bu kataloq üçün, yəni ola bilər ki, bizdə kataloq olsun ki, iyerarxiya istifadə olunmasın, ancaq elementlər olsun. Ancaq indi məhz etdiyimiz bu dəyişiklikdən sonra qeyd edə bilərik ki, baxın, məhz bu iyerarxik spravçnik deməkdir. Siz yəni ki, biləsiniz. İyerarxik kataloq sizdən yaratmaq lazım olsa, bilin ki, bu etdiyimiz şəkildə başqa birində yeni bizdə indi olacaq burada istifadəçilərin adı, kontragentlərin adı, müqavilələr, filan kataloqlar olduğu zaman siz artıq biləcəksiniz ki, iyerarxik spravçnik və yaxud da iyerarxik kataloq nədir? Bundan siz anlamış oldunuz. Nəzərinizdə olsun ki, belə bir struktur daim spravçniklarda, yəni məlumatı saxlayan bu obyektlərdə, burada indi bizim bir dənə hal-hazırda indi dərslərimizin əvvəlidir deyə birini əlavə etmişik. Gələcəkdə də bütün bu kataloqlarda daim bu struktur istifadə edilir, yəni. Gəlin indi spravçniklar haqqında mövzumuzu davam etdirək. Baxın, burada yəni ki, bizim bu etdiyimiz dəyişiklik bunun üzərinə keçməklə də görürsüz, danlı bölməsinə keçirik, rekvizit falan, bütün bu sazlamalar burada da yerləşir. Üstə biz bu üstə gəl müsbət işarəsinin üzərinə basdıqdan sonra görə bilərik ki, həmin məlumat hissədə danlı bölməsində olan rekvizitlər və yaxud da forma, komanda, cədvəl hissə bu sazlamaları da buradan da rahat şəkildə baxa bilirsiniz, görə bilirsiniz. İndi beləliklə davam edək. Bu rekvizitlər nədir? İndi onu aydınlaşdıraq. Artıq indi biz bilirik ki, gəlin pəncərəmizi tam şəkildə açaq və keçək danlı bölməsinə. Harda ki, bu həmin burada gördüyünüz rekvizitlər, yəni bu pəncərə açıldıqdan sonra da bu bölmədə, yəni ki, sazlana bilirlər, təyin oluna bilərlər. Artıq indi biz bilirik ki, BRES platformasında biz hər hansı bir bu obyekt, da ki, indi biz nomenklaturanı yaratdığımız zaman avtomatik olaraq bizə iki rekvizit yaradır. Bunlar hansılar idi? Kod və ad. Yəni biz onları əlavə etməmişdik. Avtomatik olaraq yaranmışdı. Yəni iki məcburi standart rekvizit idi. Amma biz əlbəttə ki, öz rekvizitlərimizi də, öz xanalarımızı, öz sahələrimizi də yarada bilərik. Gəlin bunun üçün hətta özümüz əlavə olaraq sırf öz sahəmizi, öz rekvizitimizi əlavə edək bizim bu nomenklatura kataloqumuz üçün. Burada yenə də baxın rekvizit bölməsində üstəgəl, yəni добавить əlavə et düyməsinin üzərinə sıxırıq və gördüyünüz kimi avtomatik olaraq yeni bir rekvizit əlavə olundu. Həm bu hissədən görə bilərsiniz, həm də bizim bu danlı bölməsində. Və rekvizitimiz üçün də BRES bizə köməklik edərək bu adda bir ad da təklif etdi. İndi biz o adı da dəyişəcəyik. Gəlin nə yaradaq? Bizdə məhsullarımızda nə ola bilər? Onların misal üçün ölçü vahidi, ədəddir, kiloqramdır, misal üçün metrdir. Yəni ölçü vahidi. Yəni belə bir sahəsi olsun ki, yəni istənilən məhsulumuz üçün onun ölçü vahidini təyin edə bilərik. Ədədlə, metrə ilə. Onun üçün belə bir rekvizit adı yaradaq. Ölçü vahidi. Elə Azərbaycan dilində qeyd etdiyim kimi sinonimdə yazarıq, ancaq adın özünü əgər Azərbaycan dilində yazırıqsa, belə ingilis hərflərindən istifadə edək. Ölçü vahidi. Burada sinonimdə qeyd etdiyimiz kimi artıq Azərbaycan dilində, yəni istifadəçi onu bu şəkildə görsün. Ölçü vahidi. Kommentari bölməsini qeyd edə bilərsiniz, bunu boşda saxlaya bilərsiniz. Tip. Bizim bu əlavə etdiyimiz, indi bu tiplər haqqında da biz danışacağıq. İndi hal-hazırda tərəsminə. Bu indi gördüyünüz kimi standart bir sazlamadır. Tip nədir? Yəni həmin bu bizim ölçü vahidimiz müxtəlif tiplərdə ola bilər. İndi sadəcə olaraq üzdən buna toxunaq. Bu rəqəm ola bilər. Yəni bu sahədə rəqəmlər də yazıla bilər. Data, tarix tipi ola bilər, ancaq tarix yazıla bilər. Buliva, istinaloj, yəni doğru, yanlış tipi ola bilər və yaxud da straka, sətir, yəni ki, yazı tipi ola bilər. Hal-hazırda bizdə indi ölçü vahidi ayrıca bir kataloq, spravçnik olmadığından dərsimizin bu etapında onu sətir tipi də seçə bilərik ki, qoy ora yazı əllə yazaq. Ona görə straka qoyuruq, buradan işarələyirik ki, o straka tipində olsun. Və onun üçün baxın, necə ki adda bizdə dilindən standart yaranarkən uzunluğu var idi, onun üçün də bizdən sazlama təklif olunur ki, onun uzunluğunu da təyin edə bilərik. İndi bu ölçü vahididir, bunu 10 da qoya bilərik. Yəni çox uzun olmadığından ölçü vahidlərinin adları 10 dənə kifayət eləyər. Допустимый длина, baxın bu da elə fiksirованная yox, yəni переменная. Bunu
bunlar haqqında da indi biz danışacağıq. Ancaq hal-hazırda gördüyünüz hansı sazlama, yəni özünü təklif etdiyi bir resin, o da qalsın. Burada yəni ki bizim indi əlavə etdiyimiz bu rekvizit obyekti sahəsi yalnız bu sazlamalarla bitmir. Burada baxın, ayrıca bölmələr var. Основные использование, istifadə olunması zamanı o sazlamalar. İndi bunları biz hələ ki toxunmuruq və onun təsviri. Baxın, hətta bu hissədə. Görürsüz ki, əlavə olaraq öz sazlamaları var. Bunlar haqqında da inşallah ətraflı danışacağıq. Burada onun istifadə olunması, yəni bu rekvizitin. Həm məsəl üçün adi gəlin qeyd edeyim. Diləyir. Görürsüz использование, istifadə olunması. Harada bu əlavə etdiyimiz rekvizit istifadə olunsun? Həm qrup üçün, hansı ki biz əlavə elədik, papka, həm də elementin özündə görsənsin. Baxın bu. İndeksировать, bu haqqda da danışacağıq. İndeks olunması, axtarış üçün, yəni bunun 1S platforması tərəfindən indeks olunub-olunmaması. Hal-hazırda standart olaraq indeksирование bu indi qalsın. Полно текстовый поиск, tam yazı, yəni tam mətn şəklində axtarış. Использовать, yəni qoyun qalsın. Yəni axtarış üçün təyin olunan sazlamadır. Bunlar haqqında da danışacağıq. İstoriya danlıq, bunu da qoyuruq, qoyun qalsın. Yəni bunlara hələ toxunmuyor, hamısı haqqında isə ətraflı danışacağıq. Hələlik yəni yaratdığımız bu şəkildə qalsın. Yəni bu kifayət eləyir bu əlavə etdiyimiz rekvizit üçün. Yəni indi bu dəqiqə bütün məlumatların belə hər bir bölməni ayrıca sizi yükləmək istəmirəm. Hansı bizə indi praktikada lazım olduqca, yəni tələb olunan vaxtı biz bunu haqqında hansısa bir sazlama və yaxud da bir sahə haqqında lazım olduğu zaman danışsaq, bu daha rahat başa düşəcək. Bu bizdə yaddaşımızda da yaxşı qalacaq. Bu ölçü vahidimizi əlavə etdik. İndi başqa nə rekvizit əlavə eləyə bilərik? Məsələn, qiymət. Qiymət düzdür, sırf məhsulun içərisində, yəni kataloqun içində. İndi bu bizim ilk dərsimizin əvvəlidir deyə, yəni ki biz digər qeyd etdiyim kimi kataloqları hələ yaratmırıq. Ancaq bura indi hal-hazırda əlavə eləyə bilərik. Lap bizim məhsulun içərisində onun üçün qiymət də təyin oluna bilsin. Tutaq ki, indi bizə belə bir imkan tələb olunur və biz bunu əlavə eləyə bilərik. Gəlin bir dənə də rekvizit əlavə eləyək. Adını qoyaq qiymət. Qiymət sinonimdə tam yazaq qiymət. Bu dəfə bunun tipini indi qiymətlə də rəqəmlə göstərə bilərik. Rahat şəkildə çislo bu şəkildə də seçə bilərsiniz. Bu ox işarəsini təyin etmək və yaxud da 3 nöqtənin üzərinə də basıb çislo. Və burada bizdə gördüyünüz kimi simvolumuzun da uzunluğunu, nöqtədən sonraki uzunluğunu da təyin edə bilərsiniz. Gəlin uzunluğunu qoyaq 15, nöqtədən sonra 2. Yəni ki nöqtə 20, məsəl üçün 15 manat 20 qəpik, 15.20. Baxın tutaq ki, belə yazılmışdı. 15.20 bu şəkildə olmağı üçün. Məsəl üçün 15 vacib deyil, 10.40 qəpik, 49 qəpik fərq etmir. Baxın bu şəkildə olmağı üçün. Yəni burada 13 dənə biz əlavə rəqəm 13-ə kimi yaza bilərik. Burada isə nöqtədən sonra vergi və yaxud da vergidən sonra 2 rəqəm. Baxın bu onun təyin edilir. Burada da не отрицательный, yəni ki mənfi ola bilməz. Yəni bu sazlamanı seçsək, bu da bizə vaxt gəlində lazım olacaq. İndi mən bunu düzdür qoya da bilərəm ki, yəni istifadəçiyə bir növ imkan verilməyəcək ki, mənfi yazsın. İndi hal-hazırda bunu da toxunmuruq, qalsın. Digərləri də eyni qaydada rekvizitdir. Sadəcə bu rekvizitdən bunun fərqi oldu ki, bunda tip mətn oldu. Bunun isə tipi çislo oldu, yəni ki rəqəm oldu. Bu məlumat burada rəqəm məlumatı saxlanılacaq. Baxın, indi hal-hazırda bizim bu nomenklatura obyektimizdə 4 dənə rekvizit oldu. Yəni bu ikisini biz özümüz əlavə etdik özümüzdən. Məsələn, müştərinin tələbi ilə və yaxud da istifadəçinin tələbi ilə. Bir dənə 2 dənə də standart 1S platforması özü bu kodu, bir də naimnavaniyası, bir də indi ölçü vahidi və qiymət də biz tərəfdən təyin olundu. Burada hətta görürsüz ki, cədvəl hissə də var. Məsələn, baxın bu hissə. Burada tabliçni kəsdik. Bura bizim kataloqumuzun içində biz cədvəl belə yerləşdirə bilərik. Bunu indi biraz sonra bu haqda da ətraflı danışacağıq. Gəlin indi bu əlavə etdiyimiz və etdiyimiz dəyişiklikləri görmək üçün bazamızı yeniləyək. Burada da strukturdakı dəyişiklik oldu deyə bu təklifi qəbul edirik. İstifadəçi rejimində açırıq. Keçirik buradan uçotal sisteminə və bizim nomenklatura, yəni siyahımıza. Gördüyünüz kimi bizim indi bu nomenklaturamızda kod, naimnavaniya, baxın bu naimnavaniya şkafı bu ad ilə, kod ilə yanaşı ölçü vahidi və qiymət sahələri də əlavə olunmuşdu. Hətta gəlin bu nomenklaturamızı açaq. Gördüyünüz kimi ölçü vahidi və qiymət də bu xanalar da bizim həmin yaratdığımız kataloqdakı element üçün də avtomatik olaraq biz heç bir şey etmədik. Hardasa dizayn edib bunu bu xana burada yerləşdirsin, bu xana burada yerləşdirsin, heç bir şeyə toxunmadıq. 1S platforması standart olaraq bizim üçün bunu etdi. Yəni görürsüz ki, idarə olunan
formalarda, yəni işləmək necə rahatdır, yəni. Hələ ki biz, yəni bir nüans da sizə burada qeyd edeyim maraqlı. Fikir verirsiniz nə qədər iş görmüşük. Artıq bizim bazamız, yəni qlavna bölməsi bu standart olaraq yaranmışdı. Uçot alt sistemi, burada nomenklaturamız. Artıq yəni alt sistem var, nomenklaturamız var, yarada bilirik. Papka, qovluq yarada bilirik. Malımız yaratmışıq 1S-də. Yəni sıfırdan. Baxın, fikir verirsiniz necə rahat, sadə şəkildə gedir. Ancaq bir də nüans deyim. Heç gördünüz ki, biz hər hansı bir kodu yazaq. Baxmayaraq ki, hələ ki biz proqramlaşdırma mövzusudur. Bizdə hələ ki bir kod proqramlaşdırma aid bir iş görməmişik. Nə bir kod yazmışıq, nə bir obyekt yaratmışıq kodla, heç bir şey. Hələ ki istifadəçi kimi hələ bir konstruktor kimi yığa-yığa gedirik. Yəni deməyim də onda idi ki sizə, yəni keçən dərslərimizdə də qeyd etmişdik ki, bu uçotu aparmaq üçün bir layihənin hazırlanması və ticarətin idarə olunması, mühasibatlığın yəni aparılması, bu kimi yəni proqramları yaratmaq üçün, yəni Adines ən mükəmməl belə bir proqramdır. Artıq bunun üzərində yəni standartlaşmış. Fikir versinizsə, kataloqlarımız, sənədlərimiz indi yavaş-yavaş keçəcək. Hələ ki kod yazmamışıq. Nə bir kod, nə bir dizayn, nə interfeys, heç bir şey yaratmadan artıq bizim görsüz obyektimiz, elementimiz, forması, yazmaq sahəsi, nə istəyirik eləyə bilirik. Yəni görürsüz ki, necə rahatdır. İnşallah bu şəkildə davam eləyir. Vaxt indi düzdür, biraz maraqsız gəlir. Proqramlaşdırmadır, kod yazmırıq. Ancaq vaxtı gələndə koda da ehtiyacımız olacaq. Kodlaşdırmağı da öyrənəcək, yəni proqramlaşdıracağıq da inşallah. Gəlin indi hətta belə praktiki olaraq bir neçə məhsul əlavə eləyək. İndi biz şkafı əlavə etmişik. Gəlin onda həmçinin ölçü vahidini. Tutaq ki, ədəd, belə bir ədəd yazaq. Biz onun tipini yazı qoymuşuq. Qiyməti də məsələn 1000 manat ya da 10.000 manat. Fərq eləmir. Nə istəsəz, belə bahalı bir qiymətə 10.000 manata şkaf. Və zapisat zakret gördüyünüz kimi şkaf ölçü vahidi ədəd və 10.000 manata. Bizim baxın bu mebel kataloqunda olan şkafımız üçün qiymət də təyin elədik, ölçü vahidini də təyin etdik. Qeyd etdiyim kimi hələ ki heç bir kod, heç bir interfeys, heç bir proqramlaşdırmamış. Konstruktor kimi yığa-yığa gedirik bazamızı. Yəni bir uçot alt sistemini yarada gedirik. Ya da ki hələ qalsın, kifayət eləyir ki, bizdə bu bir dənə şkafa əlavə eləyək. Sonra onsuz da bizə lazım olduqca biz praktiki olaraq yeni elementləri də əlavə eləyəcəyik və dərsimizi konfigurator tərəfdə davam etdirək. Birisi bağlayaq istifadəçi rejimində, yəni qaydaq tezdən nomenklaturamıza və bu sazlamaları və bu kataloq spravçik obyektimizi daha ətraflı şəkildə öyrənməni davam etdirək. Biz harda qalmışdıq? Danla bölməsində. Artıq 2 dənə rekvizitimizi də əlavə etmişik. İndi bu tabliça, bu cədvəl hissə nədir? Yəni kataloqlarda bu bizə nə verir? Onun haqqında danışaq. Baxın, tutaq ki, bizim indi bu şkaf ki əlavə etdiyi istifadəçi tərəfə. O müəyyən xüsusiyyətlərə malik ola bilər. Yəni onun ölçüsü ola bilər və yaxud da rəngi və s. belə xüsusiyyətlərə sahib ola bilər. Həmçində bu xüsusiyyətlər çox sayda ola bilər və biz əvvəlcədən onların, yəni ki, hamısını bilə bilmərik. Yəni ki, onda məsəl üçün hansı xüsusiyyət var? Baxın, məhz buna görə də baxın bu cədvəl hissəsini, yəni sırf təyinat bu deyil ha. Yəni heç kataloqlar olacaq ki, heç bir ehtiyac olmayacaq bu cədvəl hissəsinə. Sadəcə yəni ki, bilək bu cədvəl hissəsi niyə görə lazımdır? Baxın, məhz bu cədvəl hissəsini baxın buna görə də yaradılır və orada müxtəlif rekvizitlər, yəni indi qeyd etdiyim kimi bizim halımızda tutaq ki, xüsusiyyətlər, rəng, ölçü və s. bu kimi məqamlar üçün lazım olsun. Gəlin indi bir 3 dənə də rekvizit, misal üçün 3 dənə rekvizit əlavə eləyək bizim cədvəlimizə və bu cədvəlin də yəni istifadəçi rejimində də sonra yoxlayaq. Bizdə indi bu hansı imkanları verəcək bizim bu nomenklatura kataloqu, yəni spravçnikına. Bunun üçün bu cədvəl hissədə sağ düyməni sıxmaqla və yaxud da bu cədvəl işarəsi var. Добавить табличную часть, cədvəl hissə əlavə et, sırırıq üzərinə sağ düyməni və avtomatik olaraq ad təyin olunur və bunu indi biz istədiyimiz adı qoya da bilərik burada, təyin eləyə bilərik. Gəlin buna belə bir cədvəl hissəsinə xüsusiyyətlər qoyaq. Mən bunu nümunə olaraq sizə göstərirəm. Ancaq bu cədvəl hissəsi indi siz sənədlərdən də işləyəndə görəcəksiniz ki, nəyə lazımdır. İndi sadəcə praktik olsun deyə, hətta kataloqda, yəni standart tipovoy konfigurasiyalarda siz çox vaxt məsələn nomenklatura spravçnikdə bunu görməzsiniz. Real məhsul spravçnikdə. Biz indi belə öyrənirik deyə bunu tətbiq eləyək. Lazım
lazım olmadı, olmadı, yəni istifadə eləyək, yoxlayaq. Gəlin 3 dənə də xüsusiyyət əlavə eləyərik. İndi biz bu cədvəlimizin sətirləri, yəni sütunlarını təyin eləyək. Buna 3 dənə sütun əlavə eləyək. 1 rekvizit, 2 rekvizit. Yəni bu at kimi deyil. Yəni bizim bu şkafımız qırmızı rəngi ola bilər bir sətirlə. Ağ rəngi ola bilər, eyni misal üçün. Yəni bu zaman biz cədvəli istifadə eləməklə bir neçə çoxlu bir xüsusiyyətlər bir dənə məhsula təyin eləyə bilər. Ancaq rekvizit olsa, rekvizit bir dənə ola bilər. Yəni bu bir növ indi bu kataloqumuzun indi özünüz də görəcəksiniz, papaq hissəsi olacaq. Orada mən bir dənə ölçü vahidi qoya bilərəm. Bir şkafın yəni bir dənə ölçü vahidi var. O da misal üçün tutaq ki, ədədləndir. Qiymət bir dənə, yəni ki, xanat təyin oluna bilər. Çünki cədvəl deyil. İndi görəcəksiniz, yəni praktiki olaraq da. Gəlin birinci rekvizitimiz nə olsun? Ölçü, razmer misal üçün. Rus dilində razmer ölçüsü də, yəni onun üçün hansı ölçüdə təyin olunur. Yəni onu yazaq ölçü. Ölçü adında rekvizit cədvəlimizə əlavə eləyək. Ölçü. Burada da sinonimdə də istifadəçinin gördüyü də baxın belə daha rahat yazaq. Ölçü. Ölçünün tipini rəqəm də qoymaq olar. Ancaq gəlin sətir qoyaq. 10x, məsəl 10-un 20-yə belə bir 10x20. Baxın bu şəkildə də yaza bilsinlər deyə. Bunu tipini də straka qoyarıq. Uzunluğu da qalsın 10. Yəni heç bir şey əl vurmayaq. Keçək ikinci. İkinci nə əlavə eləyək? Rəng misal üçün. Gəlin rəng bir dənə rekvizitimizin adı. Burada da ə ilə yaza bilərik rəng. Bunun da tipi, rəngin də qırmızı, ağ, sarı, bu da yazı straka tipində də qalsın. Uzunluğu da 10. Birdən çox simvolu bir rəng adı olar, girib buradan artırarıq. Hələlik, yəni o da bizə bir nümunə olar dəyişməyimiz. Yəni qalsın elə 10. Bir dənə də bu üçüncü də qeyd etdik ki, üçüncü sütunumuz nə olsun? Yəni rekvizitimiz. Yəni hansı xüsusiyyət ola bilər məhsulumuzda? Məsələn, model. Gəlin onu da təyin eləyək. Model. Bu şkaf nə modelidir? Yəni bir növ şkafımız fərqli modellərdə ola bilər. Yəni qeyd etdiyim kimi, baxın bu xüsusiyyətlər elə bir ki, bizim indi məhsuldur da bu. Ölçü tək şkafda yox. Məsələn, alətlərdə ola bilər, şəkildə də ola bilər. Yəni bura elə bir xüsusiyyətlər biz qeyd etdik, bu universal olmalıdır. Yəni sırf şkaf üçün, yəni nəzərdə tutun, model telefon modeli də ola bilər. Yəni siz telefon nomenklaturası yaradanda onun üçün də modellər əlavə edə bilərsiniz bu kataloqa cədvəl hissəsi. Telefonun rəngi ola bilər, şkafın rəngi ola bilər, maşının rəngi. İstənilən gördüyünüz kimi nomenklaturada biz bu xüsusiyyətləri istifadə edə bilər. Bir növ universal şəkildə təyin edirik. Model də bu da bir tipi straka qalsın, 10 hərf, 10 simvol olsun, sonra lazım olsa dəyişər. Gəlin bu dəyişikliklərimizi də yoxlamaq üçün bazamızı yeniləyək. Görürsünüz, burada yenə istədik, qəbul edirik. Keçirik istifadəçi rejimində açaq. Keçir buradan 3 otaq sistemi, nomenklatura əlavə etdiyimiz mal. Baxaq nə dəyişiklik oldu. İndi daxil olur şkafa. Gördüyünüz kimi forma dəyişdi avtomatik olaraq. Biz heç bir şey əl vurmamışıq. Platforma hamısını bizim üçün eləyir. Biz nə əlavə etmişdik? Ölçü, rəng, model. Gəlin bax. Bizim gəlin açaq buradan. Fikir verin. Xüsusiyyətlər ölçü, rəng, sinonimlərdə görsənir. Rəng yazmışdıq abi elementi rekvizitin adını. Bu cədvəl hissəsi. Baxın, xüsusiyyətlərin isə ölçü, rəng, model. Yəni hətta burada əlavə eləyək, yəni fikir verin, ölçü. Misal üçün bizim şkafımız 2 metr, 210-un straka qoymağımız yaxşı oldu. 210-a. Belə bir bu şəkildə də yaza bilərik. Rəngin olsun, tutaq ki, qırmızı, qara olsun, qara. Model nə olsun? İstənilən bir ad qoymaq olar. Misal üçün First Soft olsun. Bizim şirkətin adı Soft. Modeli budur. Yəni görürsüz, avtomatik yenə də başqa birisi. Bir dənə də bu şkafımızın başqa variantı var. Misal üçün 300 metrə, 300 deyir. 300. Ondan daha böyüyü 300-ə. Tutaq ki, fikir verirsiniz. Ancaq burada mən bunu qoysaydım ədəd kimi, mən ucu yarada bilməzdim. Yəni bir dənə də təzə şkaf yaradım. Onun üçün ədəd misal üçün metrlə. Ancaq fikir versinizsə indi mən bir dənə bu xüsusiyyətləri, hər bir bu xüsusiyyət üçün ayrıca bir nomenklatura yaratmıram. Baxın, bu məhsulumuzun belə bu xüsusiyyətləri var. Yüzlərlə nə qədər istəsəz bura xüsusiyyətlər əlavə edə bilərsiniz. Yəni bu cədvəl hissəsi də görürsüz kataloqda bizə nə imkanlar verir bu spravçniklarda. Yəni özünüz də baxın, görün artıq yəni bir kod, bir sətr kod belə, bir dizayn belə etmədən BRS platforması bizim üçün nə qəşəng belə formanı da yaratmağa imkan verir. Yəni bir növ artıq ilk obyektimizi yaratmış olduq, məhsullarımızı. Yəni yavaş-yavaş davam edirik. Gəlin davam eləyək, keçək biz konfiquratorumuza. Burada iyerarxiyadan sonra baxın vladельцы belə bir bölməmiz var. Bu nədir? Bu nə sazlama? Baxın bizim spravçniklərimiz, yəni bu katalog
kataloqlarımız başqa kataloqların, yəni elementlərə və yaxud da qruplara da tabe ola bilərlər. Bu nə deməkdir? Məsələn, bizdə indi təşkilatlar, yəni təşkilat spravçığı, müəssisə, orqanizasiya, yəni bir növ standart rus dilində, yəni görsəz, bir orqanizasiya. Bu spravçıqın, yəni bu kataloqun belə bir kataloqumuz var və biz ora təşkilatlarımızı qeyd edirik. Yəni bizim istifadəçi tərəfdə həmin spravçıqa, yəni kataloqa fərqli təşkilatlar yaradıb məlumat kimi daxil edirik. Bir də var bizim ikinci spravçığımız, yəni kataloqumuz, o da şöbələrdir. Məsələn, onu da şöbələr üçün istifadə edirik. Biz həmin bu şöbələr spravçığında, yəni kataloqunda, yəni bu daha doğrusu bu spravçıqda biz təşkilatların bir növ şöbələrini qeyd edirik. Amma elə eləmək istəyirik ki, yəni biz yeni əməkdaş qəbul edəndə öz müəssisəmizə bütün şöbələr deyil, yalnız həmin misal üçün əməkdaş üçün seçilmiş təşkilatının şöbələrini görə bilək. Yəni ona tabe olan, görürsüz, vladelic, onun sahibi olduğu, yəni təşkilatın şöbələrini görə bilək. Belə olanda istədiyimiz şöbəni tapmaq daha asan olacaq və bütün siyahıda axtarmağa ehtiyac qalmayacaq. İndi təsəvvür edin ki, bizdə 50 dənə şöbə var, element daxil eləmişik spravçıqa, kataloqa, fərqli orqanizasiyalara. İndi biz də əməkdaş üçün şöbə seçməliyik. İndi bir-bir baxmalıyıq. Bu hansı işdir, hansı müəssisənin şöbəsidir, hansı aiddir, yəni onu. Ancaq biz bu indi görəcəksiniz, onun nümunə olaraq da bunu istifadə edəcəyik bu sazlamanı indi öyrənmək üçün. Və görəcəksiniz ki, bu bizə necə rahatçılıq, imkan, şərait yaradacaq. Yəni belə olanda istədiyimiz, yəni bu vladeliçdən istifadə etsək bu sazlamadan indi görəcəksiniz. Şöbəni tapmaq daha asan olacaq və bütün siyahıda axtarmağa ehtiyac qalmayacaq. Məhz bunun üçün də spravçnikdə, bu kataloqda bu vladelici, yəni tabe etmə funksiyası mövcuddur. Gəlin indi bunu praktikada da edək ki, daha yaxından belə anlaya bilək. İndi 2 dənə spravçnik yaradacaq. Birincisi bu təşkilatlar olacaq, müəssisə. Gəlin onu əlavə eləyək. Görürsüz, nomenklatura məhsullarımız var. İndi bizim yaratdığımız baza üçün bir növ, yəni addımlayırıq. Yavaş-yavaş orqanizasiya, yəni müəssisə spravçnikli kataloqunu yaradacaq. Bunun adını müəssisə qoyaq, təşkilat qoyaq. Gəlin müəssisə qoyaq. Müəssisə. Qeyd etdiyim kimi adı sırf ingilis sayağı qoyaq, yəni müəssisə. Burada isə sinonimdə istifadəçiyə görsənirsə də müəssisə yaza bilərik rahat şəkildə. Hələlik podsistema gəlin seçək, uçot alt sisteminə əlavə eləyək. Bu iyerarxiya, bu funksional opsiya, buna fikir verməyin, bu haqqda da sizə məlumat verəcəm. Yəni vacib bir sazlama nastroyka deyil. Keçək iyerarxiya bölməsinə. Bizim orqanizasiyamız iyerarxiya olmayacaq. Nomenklaturada artıq biz istifadə eləmişdik, burada istifadə etməyəcək. Element şəklində olsun. Kifayət edir. İndi vladelic, danı, rekvizit də lazımdır. Sadəcə ad. Lazım olsa gələcəkdə hər hansı bir rekvizitlər, cədvəl hissəsi, orqanizasiya kataloqumuzun istifadə edə bilər. Kifayət edir. Bir dənə bizim orqanizasiyamızın adı olsun, 25 hərfdən ibarət. Lazım olsa çox uzun adı olsa, gəlib buradan dəyişə də bilərik. Kodun da uzunluğu 9 olsun, avtomatik generasiya olunsun. Bu müəssisəmiz hazır. İkinci qeyd etdiyim kimi indi o tabe olma, vladelic sazlamanı yoxlamaq üçün və o funksiyanın nə qədər faydalı olduğunu şahid olmaq üçün bu 2 elementi obyekti yaradırıq. Yəni konfiqurasiya ağacımızın meta obyektini əlavə edirik. Bunun da adını qoyuruq şöbə, şöbələrimiz. Burada da belə yazaq, ingilis sayağı şöbə. Burada isə sinonim tərəfdə şu. Yəni buna öyrəşin, çalışın. Qeyd etdiyim kimi bu identifikator xarakterli adları, yəni kodda istifadə olunacaq adları elə ə, ö, ü belə çalışma lazımdır ki, ingilis hərfli simvollar olsun ki, rahat olsun kodlaşdırma. Şöbələr. Bunun da rekvizitləri standart şəkildə qoyun yaranacaq. Kodla, adda onlar da qalsın. Və burada baxın, indi biz qeyd etdiyimiz bu vladelic, bu sazlamanı yoxlamaq üçün keçirik bu bölməyə. Buradakı baxın, burada siyahı da olur. Bu vladelic, bu həmin şöbə kataloqu, spravçniki hansı kataloqa tabedir, ona aiddir. Onun sahibi hansı kataloq olacaq. Baxın, bu anlayışı bu cür anlayın. Vladelic sahibidir, ona tabedir. Görürsünüz, burada indi siyahıda heç bir obyekt yoxdur. Yəni bu hələ ki şöbəmiz heç bir obyektə tabe deyil. Buradan siyahı elementin redaktivit element, biz siyahı elementin redaktiv düyməsinə sıxırıq. Baxın, bizim yaratdığımız məhsullar, müəssisə, şöbə. Bizim bu şöbə
şöbəmiz indi onun sazlanmasına müəssisəyə tabe olacaq. Yəni bu şöbələr müəssisə üzrə bir növ təyin olunacaq. Okay. Baxın əlavə olundu bura siyahımıza. Sazlamanı etmiş oldu. Və gəlin şöbələrimizi də alt sistemə əlavə eləyək. Yəni yavaş-yavaş bazanı bir sətr kod belə yazmadan artıq məlumatlarımızı da əlavə etmiş oluruq. Gəlin bu dəyişikliklərimizi də yaddaşa verək. Burada indi strukturda dəyişiklik etdik və bundan qabaq 1S açmışdıq. Görürsüz, struktur dəyişikliyi olunub deyə 1S platforması bizdən tələb edir ki, bütün istifadəçilər bazadan çıxsın ki, dəyişikliklər otura bilsin və bu təklifi də qəbul edirik. Keçək istifadəçi rejiminə. Keçirik buradan uçot açımı. Görürsüz, artıq bizim müəssisə, nomenklatura, şöbələr, yavaş-yavaş bazamız yaranır. Yəni konfiqurasiyamızı yaradırıq. Çox sadə də olsa, hələ ki kod yazmamışıq. Yəni bunu nəzərinə alın. Gəlin əvvəlcə yeni bir təşkilatımızı yaradaq. Bizim bu yeni bazamızda, yəni müəssisəni, orqanizasiyanı təyin eləyək. Sıfırdan özümüz sadə şəkildə yığa-yığa gəlin. Məsələn, bizim birinci təşkilatımız, yəni bir neçə təşkilata əlavə eləyərik. Bunu test eləmək üçün Vladeliç. Adını qoyaq. Reklam işləri ilə məşğul olur. Reklam Plus. Belə bir adda şirkətimiz var, müəssisəmiz. Sadəcə görürsüz, kod və ad. Fikir versən nomenklaturada, necə nomenklaturada idisə forma, hər şey eynidir. Görürsüz, eyni kateqoriyaya aid obyektlərdir. Yəni bir siyahı xarakterli bir məlumatları bir növ əlavə eləyirik biz. Bu spravçniklardan, baxın bu obyektlərdən istifadə etməklə. İlk Reklam Plus müəssisəmizi yaratdıq. Kodu da avtomatik olaraq təyin olundu. Gəlin bir təşkilat da əlavə eləyək, yəni ikinci təşkilatımızı. Bunu da indi bizdə, bunun adını qoyaq Metal Polad. Fərq eləmir, nə istəsəz qoya bilərsiniz. Bunu da vururuq Zapisat, Zakrit. 2 dənə şirkətimiz var. Təşkilatlarımızla işimiz bu qədər. İndi isə keçirik şöbələrə. Hal-hazırda görürsüz şöbələrimizin də. Baxın, Nayminovaniya, kod, bir də Vladeliç. Görürsüz, avtomatik olaraq heç bir şeyi əllə biz yaratmırıq. Nə interfeys, nə forma, nə kod yazırıq. Hamısını 1S platforması. Biz burada dəyişirik, konstruktorda yığırıq. Burada isə istifadəçi tərəfdə artıq bunlar bizim üçün formada belə səliqəli şəkildə sinonimi ilə, falanı ilə qarşımıza çıxır, düymələri ilə, hər bir şey ilə. Gəlin indi burada da bir şöbəmizi yaradaq. Adını qoyaq, birini PR şöbə misal üçün. PR şöbə. Fərq etmir, nə ad, nə şöbə adı ağlınıza gəlir, yaza bilərsiniz. Baxın, indi burada məsələ nədir? Görürsüz? Biz ki, bu şöbə kataloqu üçün Vladeliç təyin etmişik deyə, bu rekvizit özü-özündə avtomatik olaraq bura sahə, xana olaraq əlavə olundu və bizdən tələb edir ki, şöbəni seç. Yəni bu bizdə PR şöbəsi olsun da, PR yazmayaq, PR şöbəsi. Yəni reklam şöbəsi. İndi bu şöbəni biz əlavə edirik hansı təşkilatımıza tabe edirik. Baxın, Vladeliç seçirik onun üçün. Görürsüz, avtomatik olaraq mən bu düyməyə vuranda təşkilatların siyahısı da görürsüz çıxır səliqəli şəkildə. Qeyd etdiyim kimi, baxın, nəzərə alın ki, kod, dizayn, interfeys, forma, konstruksiyası heç nə etmirik. Bunu seçək Reklam Plusu və qeyd eləyək, zapisat eləyək, yazaq. Daha bir şöbə də yaradaq. Adını qoyaq, misal üçün dizayn şöbəsi. Bizim müəssisədə dizayn şöbəsi var. Addeli var, rus dilində desək. Bunun üçün də gəlin dizayn şöbəsi də, PR şöbəsi də, bu da reklam olsun. Bu da Reklam Plus. İndi avtomatik olaraq birini seçmişdik deyə, Adnes yaddaşda saxlayıb təklif edir. Gəlin siyahını açaq. Reklam Plus. Bunu da əlavə edək. İndi daha bir şöbə də yaradaq. Gəlin. Bizim indi müəssisəmiz nə idi burada əlavə etmişdik biz? Reklam Plus deyək. Metal Polad. Gəlin belə bir şöbə yaradaq. Dəmir daşıma. Qeyd etdiyim kimi siz də nə istəsəz yarada bilərsiniz. Vladeliçdə gəlin seçək indi. Reklam Plus yox, Metal Polad müəssisəsinə tabedir bu şöbəmiz. Kifayət edir. 3 dənə şöbəmiz var. İndi bu Vladeliç, baxın, bu sazlama bizə hansı imkanları verir, hansı şəraiti yaradır. İndi onu test eləyəcəyik. Biz indi bu şöbələrdə fikir verirsə, baxın, dizayn şöbəsi hara aiddir? Reklam Plusa. Görürsüz, siyahı da avtomatik olaraq bizə əlavə etdiyimiz şöbələri göstərir. İndi baxın, biz indi əgər gəlin daxil olaq. Görürsüz, belə bir üzərinə bir dəfə tıklayanda səliqəli şəkildə bizim menyularımız çıxır. Yəni biz ki alt sistem ki yaratmışıq. İdarəetmə forması da, upravляемый formada bunu avtomatik olaraq bizim üçün vizual olaraq da bölüşdürür. Bölmə. Keçirik müəssisə bölməsinə. Məsələn, bizdə burada Reklam Plus təşkilatını açsaq, fikir verin, bu Reklam Plusun
Heç bunu da biz eləməmişik. 1S platforması özü bizim üçün bunu. İndi görəcəksiniz, formaya özü əlavə eləyib. Baxın, şöbələrə keçid linki var. Fikir verin. Biz nə kod yazmışıq, nə də bir şey. Avtomatik olaraq upravляемый, idarə olunan forma bizim üçün bunu yaradır. Bu şöbəni biz müəssisəyə tabe etdiyimiz üçün. Yəni görürsüz qarşılıqlı əlaqəni yavaş-yavaş əvvəldə qeyd etdiyim şeyləri indi yavaş-yavaş mürəkkəbləşə öyrənə gedəcəyik. İndi biz linkə klikledikdə, yəni üzərinə basdıqda, fikir verin, gəlin bunu böyüdək, siyahının balaca açıldı. Baxın, bu bizim əsas pəncərəmiz idi. Bu şöbələrə keçən kimi fikir verin, bu bizim Reklam Plusa aid olan şöbələrin siyahısı. Halbuki biz 3 dənə şöbə yaratmışdıq. Fikir verin, dəmir daşımı bura düşməyib. Sırf biz şöbələr hansılar ki burada var, onlar üçün hansı müəssisəni təyin etmişdik. Bu müəssisənin içindədir. Yəni müəssisənin baxın Metal Polada daxil olsam bir dənə şöbəsi var. Mən bunu böldüm. Görürsüz dəmir daşıma. Reklam Plusa da keçsəm şöbələrinə fikir verirsə 2 dənə dizayn şöbəsi, PR şöbəsi. Avtomatik olaraq, yəni bu bizə həmin bu vladelic, bu sazlanması, bu spravçniklar kataloqda hansı imkanları bizə verir və niyə lazımdır biz indi artıq aydınlaşdırmış olduq. Yəni ki, rahatçılıq nədir? İndi bu təşkilata aid olmayan, tutaq ki, Reklam Plusa 50 dənə şöbə var. Buna aid olmayan şöbələr bura çıxmayacaq. Yəni bizim üçün çox rahat, yəni şərait yaratmış oldu. Qeyd etdiyim kimi, baxın, indi də biz başa düşdük ki, həmin bu tabe etmə, baxın, bu vladelic sazlanması sırf bu məqsədlər üçün də istifadə olunur. Yəni bu cür rahatlıqları təmin etmək üçün. İndi bir şeyə də baxın. Əgər biz birbaşa şöbələr bölməsinə daxil olsaq, burada qarışıq görsənir. Düzdür, burada indi adlar var. Metal hansıdır? Müəssisəyə aiddir. Reklam Plusa, Metal Polada. Ancaq siyahı qarışıq çıxır. Biraz, yəni o cür müəssisədə bu qəşəng təşkil olunmuşdu, ancaq gəldi şöbələrdə ki orada yox. Bunun da belə qəşəng həlli yolu var. Biz hansı şöbənin, hansı təşkilata, müəssisəyə aid olduğunu da dərhal görmək üçün burada da müəyyən bir şey edəcəyik. Yəni bunu düzəltmək üçün baxın, kod yazmadan, standart platformanın verdiyi imkanlardan, sazlamalardan istifadə edəcəyik. Buna heç proqramistə də ehtiyac yoxdur, istifadəçi özü də eləyə bilər. Еще bölməsinin üzərinə sıxırıq. Burada baxın, настроить список siyahını sazla, redaktə et bölməsinə daxil oluruq. Burada filtr, adbor, baxın indi hal-hazırda bölmədəyik. Görürsüz, 1S platforması özü bu pəncərələri bizim üçün yaratıb. Kodsuz, zadsız, indi görün, adbor qoyacam. Hansı ki adam oturub fikirləşərdi ki, mən bunu kodla necə proqramlaşdırım ki, burada seçim, filtr qoyum. Baxın, standart var artıq bunda. Vladelici atıram bura. Görürsüz, ravno, spiski, görürsüz nə cür sazlan. Bunlar haqqında da lazım gələndə, vaxtı çatanda danışacaq və tam anlayacaq. Всё, завершить редактирование. Bunu əlavə etdik bura. Baxın, fikir verdinizsə bizdə yeni bir sahə açıldı. Mən baxın, gör siyahı boş görsən. Çünki niyə heç bir biz müəssisəni seçməmişik. Bunun üzərinə sıxırıq, baxın, bizim müəssisələrimiz. Metal Poladı seçsəm, ancaq şöbələrdə, məsəl üçün dəmir daşıma, baxın, Metal Polad bu şöbə, dəmir daşıma çıxır. Girsəm buradan, seçsəm Reklam Plus ona aid. Gördünüz, bu siyahı da belə. Gör nə qədər bizə rahatçılıq yaratdı. Sadəcə bir dənə bu vladelic sazlamasını istifadə etməklə. Görürsüz ki, biz bunu spravçnikləri necə ətraflı, belə aydın şəkildə belə öyrənirik ki, sonra bizə rahat olsun bunlardan istifadə etmək. Yəni ki, hər bir bölməni ayrı-ayrılıqda istifadə edəcək inşallah. Baxın, lap söndürsəm bütün siyahı çıxacaq. İndi gəlin bağlayaq hamısını, qaydaq. Tutaq ki, şöbələr bölməsinə girdim. Şöbələr, yəni bu alt sistemə. Üçü də çıxıb. Mən istəyirəm ancaq Reklam Plusu və yaxud da metalı görmək. Metal Polad seçirəm onu. Ancaq Reklam Plusun şöbələrini görmək istəyirəm. Gördünüz? Bir dənə kod belə yazmadıq. İstifadəçi kimi, yəni bütün bunları etmiş olduq. 3 dənə obyekt, 4 dənə obyekt əlavə etmişik dərslərimiz müddətində. Alt sistem, səliqəli salmaq üçün. Yəni bunları hamısını belə öyrənin, qeyd eləyin və yaxud da mənimlə təkrar edə gedin. Yəni kod yazmıram hələ ki. Hələ ki sadəcə olaraq konstruktor kimi yığa-yığa gedirik. Bir dənə sazlamalara nəzarət eləyirik və öyrənirik ki, bu upravləmə formanında bizə verdiyi imkanlardan istifadə edirik.
edirik. Gəlin indi istifadəçi tərəfdən keçək konfiquratorumuza və davam eləyək bu spravочник obyektini, meta ağacımızın bu obyektini öyrənməyə. Artıq açırıq nomenklaturamızı. Biz основной bölmə ilə tanış olduq, podsistema ilə, iyerarxiya ilə, vladельцы öyrəndik nədir? Danlıda rekvizit, cədvəl hissəni doldurduq. İndi keçirik digər sazlamamız bu numerasiya bölməsinə. Baxın, biz artıq qeyd etmişdik ki, BRS sistemi, yəni platforması, spravочник bu kataloq elementlərinin unikal olmasını özü avtomatik idarə edə bilir. Yəni baxın, biz danlı bölməsində yadınıza gəlirsə, görürsüz длина koda falan, yəni kod hər hansı bir şöbə, dizayn kod yazmırdıq, ad yazırdıq, bunu dəyişirdik, ancaq kodu avtomatik olaraq özü yaradırdı və unikallığına bir növ nəzarət də eləyirdi. Amma biz nə edə bilərik? Adines bizə imkan verir. Bu numerasiya bölməsində, bu nömrələmə sazlanmasında biz avtomatik həmin bu nömrələmə və unikallıq nəzarət işlərini, baxın, görürsüz avtonumerasiya yazılır, avtonömrələmə. Bu checkboxları ləğv edə bilərik. Bunu da kontrolu da yığışdıra bilərik. Yəni avtomatik olaraq yaranmasın. Özümüz kodla yarada bilərik. İndi biz hər hansı bir şöbə olsun, indi biz nomenklaturada eləyirik də, bu fikir verdinizsə, biz bunun nomenklatura kataloqunda, bu kataloqda eləyirik. Nomenklaturada misal üçün əgər sazlamalar o şəkildə versəydi, bu nömrələr avtomatik olmayacaq. Biz məcbur kodla bunu doldurmalı olacaq. Məsləhət odur ki, bu avtonumerasiyanla kontrol unikaliz platforma özü eləsin. Bizə də rahat olar. Kodda nəsə unudarıq falan. Kodla da bu mümkündür. Hər dəfə yaradanda sonuncu nömrəni götürüb üstünə nömrələməni özümüz də təşkil edə bilərik. Ancaq bu sazlamalar qoyun qalsın. Yəni numerasiya necə varsa avtomatik olaraq BRS platforması özü nəzarət eləsin. Yəni bu hissəyə heç toxunmağa, yəni ki, ehtiyac yoxdur bu numerasiyanın. Yəni lazım olsa, yəni buna aid bir gələcək dərslərimizdə bir müəyyən bunun da dəyişməklə istifadə eləyərik. Yəni bu məsələyə də toxunarıq daha ətraflı. Yəni test eləyərik ki, kodla nömrəni avtomatik olaraq deyil, biz özümüz tərəfdən təyin edə bilək. İndi isə bizim keçəcəyimiz digər sazlama bölməsi bu spravочник obyektində forma. Bu formalar haqqında danışacağıq. Bəs forma nədir? İndi onu müəyyənləşdirək. Forma dedikdə istifadəçiyə göstərilən pəncərə, görünən hissə nəzərdə tutulur. Yəni bizim spravочник elementləri bizə baxın, məhz bu forma şəklində göstərilir. Buradan təyin edəcəyimiz. Ancaq fikir verirsə, biz elə bunları heç birini təyin etməmişik. Platforma görür ki, mən təyin eləməmişəm, ya biz təyin eləməmişik. Özü öz funksiyonalı ilə bizə bunları avtomatik olaraq, baxın, görürsünüz, üzərinə vururam, açılır forma. Onları səliqəli şəkildə əlavə etdiyimiz rekvizitləri doldurur. Məsəl üçün, fikir verin, nomenklatura siyahısı, forma, içində cədvəli ilə, siyahısı ilə, hamısı ilə qarşımıza çıxır. Avtomatik olaraq yaradır bizim üçün. Yəni, bir növ platforma özü generasiya edir, əgər biz burada forma təyin etməsək. Lakin biz bununla yanaşı öz formamızı da yarada bilərik və bir növ həmin standartın, baxın, bu formalarına da dəyişiklik eləyib müdaxilə eləyə bilərik. Biz istəyə bilərik ki, bu raditel bölməsi naimanavanyadan yuxarıda olsun və yaxud da bura sağında olsun, solunda olsun, dizaynı özümüz də qura bilərik. O da baxın, bu forma bölməsində bizim spravочник obyektlərimizin, elementlərimizin bu sazlama hissəsində yerləşir həmin nastroykalar, yəni redaktə etmə panelləri. Gəlin eləyib yoxlamaq üçün. Tutaq ki, ilk əvvəl, baxın, bizim hansı formalar var? Forma elementə, yəni sırf elementimizin özünün forması. Baxın, bu açılan forma. Sonra var forma qrupu. Baxın, bu papka qovluğu açırıq. Qarşımıza, baxın, bu çıxır. Bir saniyə. Baxın, bu qovluğun, papkanın və yaxud da sazdaç qrupu etdikdə gələn açılan. Baxın, bunun ona aiddir. Siyahı. Siyahı hansıdır? Gəlin qaydaq. Misal üçün, vuruq nomenklatura. Görürsünüz, bu açıldı. Baxın, bu siyahı, həmin o forma. Buradan təyin olunur. Vыбор, seçim. Misal üçün, tutaq ki, gəlin şöbələrə daxil olaq. Baxın, seçim, vыбор. Bu forma vыбор bizim müəssisənin seçimi olan formasıdır. Forma vыбора qruppanın seçimi. Yəni avtomatik olaraq bunlar generasiyadır. Biz özümüz də buna müdaxilə edə bilərik. Gəlin birini eləyək. Elementi üçün gəlin dəyişikliklə təyin edək. Vuruq lupanın üzərinə открыть sazlamada. Baxın, burada siyahı açılır. Və gör ki, bu işarə, məsəl üçün, əgər mən qrupa üçün istəyirəm, siyahı üçün istəyirəm. Qoyuruq buna elementa spravочник, element üçün. Gatovu da vura bilərik. Dalyə ilə də növbətiyə keçə bilərik. Baxın, indi keçsək dalyə ilə
Görürsüz rekvizitlərimizi deyir, hansı görsənsin. Özü də avtomatik olaraq bizim üçün seçib. Görürsüz eta qrupa çıxmır, bəzi pametka udaleniya. Onları da biz çıxarda bilərik. Baxın bu şəkildə. Gotovan vururuq və qarşımıza belə bunun gələcəkdə biz çox istifadə edəcəyik. Forma görürsüz burada da bizim bu nomenklatura obyektinə baxın. Məsəl üçün müəssisədə görürsüz yox. Nomenklaturadakı forma əlavə etdiyi cədvəlimiz, rekvizitlərimizlə yanaşı formamız da əlavə olundu. Baxın bu forma. Və burada da formanı özü eyni necə ki qarşımıza açılırdı. Məsəl üçün nomenklaturada gəlin açaq. Bu formanı indi deyir ki, dəyiş istəyirsən. Xoşuna gəlmirsə dəyiş. Gəlin lap dəyişik. Bunu qaldırıram yuxarı. Gəlin yeniləyək. İstifadəçi tərəfdə baxaq. Raditeli biaqları aşağıda idi. İndi bizim nomenklaturada baxsaz, görürsüz raditeli mebeli qaldırdıq yuxarı. Şkaf ad aşağıdan başladı. İstədiyiniz kimi artıq dəyişə bilərsiniz. Gəlin hətta konfigurator tərəfdə siyahını da əlavə edək. Keçək tezdən açaq. Bunu lap bağlaya da bilərik artıq. Forma spiska. Siyahını avtomatik olaraq seçildi. Siyahda hansı rekvizitlər görsənsin. Məsəl üçün gəlin ölçü və aid qiyməti qoyaq. Onlar mütləq çıxsın. Raditeli də qoya bilərik. Pakkasının da adı çıxsın. Fərqli olaraq. Hansı ki standartda indi generasiya etməmişdi, biz elədik. Gəlin indi onu da yoxlayaq. Açırıq istifadəçi rejimində. Dəyişiklikləri yadda saxlayırıq. Keçirik yəni nomenklatura bölməsinə. Baxın, gördünüz, siyahını özümüz də təyin etdik. Yəni gördüyünüz kimi siyahımızın da forması, yəni yaratdığımız forma spesi. İndi bu dinamik spesi nədir falan, bunları hamısını dərindən mövzuları keçdikcə inşallah öyrənəcəyik. Yəni onları araşdıracaq, necə qurulur. Burada mürəkkəb belə istədiyimiz interfeysi, formanın dizaynını verəcəyik. Keçək yenidən öz bu yəni lap sıfırdan açaq. Bizim bu spravочник bölməmizdə, yəni bu meta obyektimizə artıq kifayət qədər məlumat almışıq. Açaq baxışqa bizdə nə var idi? Burada görün maketlərimiz də var. Gəlin daxil olaq. Formanı öyrəndik. Digər əsas baxın bizim sazlamamız hamısını öyrənəcək. Prosta bizə ən vaciblərini ilk əvvəl öyrənirik. Maketlər. Maketlər nədir? Maketlər çap formalarının hazırlanması üçün istifadə olunur. Bəzən hətta spravочникlə, yəni bizim kataloqumuz ilə bağlı əlavə informasiyanın göstərilməsi üçün də istifadə oluna bilər bu maketlər. Baxın, biz indi öz konfiqurasiyamızı yaradarkən çap formaları hazırlayacağıq və həmin o mövzularda maketlərin necə istifadə edildiyini də əyani şəkildə görəcəksiniz. Yəni ümumilikdə düşünürəm ki, spravочникlar, yəni bu metadata obyektləri ilə haqqında əsas anlayışları daha doğrusu əldə etdiniz. Qalan qeyd etdiyim kimi digər biliklərimizi də sonra genişləndirəcək, yəni dərslərimizin müddətində. Yəni məncə hələlik hal-hazırda spravочник obyekti haqqında kifayət qədər bizə lazım olan məlumatları bu etap üçün əldə etdik. Spravочникların nə olduğunu öyrəndik, nədə istifadə olunduğunu, necə yaradıldığını, yəni özünüz də gördünüz artıq nə qədər nomenklatura, müəssisə, şöbələr, hətta bəzi vladelic, yəni tabe etmə, baxın bu sahiblənmə, yəni bir spravочника, bir kateqoriyaya aid, məsəl üçün şöbələr kataloqunu biz müəssisə kataloquna tabe etdik və burada çox rahatlıqla gördüyünüz kimi istənilən müəssisəyə görə siyahını formalaşdırmağı, yəni ona tabe olan siyahını görməyi bir növ formada rahat şəkildə görsənməsini təmin etdik. Hətta gəlin bütün siyahını açaq. Baxın bu şəkildə. Məsəl üçün müəssisələrimizin içində görürsüz daxil olduğumuz zaman şöbələr, ona tabe olunan, yəni bunu böyüdək, ona tabe olan şöbələri ayrıca görmə imkanını, yəni bunun necə olduğunu, yəni niyə görə belə olduğunu aydınlaşdırmış olduq. Yəni bizə lazım olan bütün əsas iyerarxiyanı, bu vladельцы, данные, cədvəl hissəni yaratdıq, numerasiyanın nə olduğunu, forma yaratmağı, formanın nə olduğunu öyrəndik, maket haqqında qısaca olaraq bildirdik və gələcəkdə bu çap formalar hazırlanır, daha ətraflı tanış olacaq. Digər sazlamaları da yəni yavaş-yavaş vaxtı gəldikcə, tələb olunduqca öyrənəcəyik. İndi isə bizim növbəti obyektimiz, yəni spravочникlardan sonra dokumenti. Baxın bu da bizim əsas mühüm meta obyektimiz, yəni konfiqurator ağacımızın əsas elementlərindən biridir. Onu öyrənəcəyik. Yəni sənədlər də spravочникlər kimi, baxın bu kataloqlarımız kimi çox vacib, yəni metadata obyektidir, yəni meta məlumat obyektidir. Ancaq indi bu dokumentlər haqqında mövzunu, yəni bunu öyrənməyi inşallah gələn dərsimizə saxlayaq. Bugünkü dərsimizdə yəni spravочникlər haqqında daha ətraflı belə öyrəndik. Siz də burada öyrəndiklərimizi də özünüzdə də öz platformanızda da belə praktik olaraq tətbiq eləyin, yoxlayın. Yəni birdən-birə hamısına yüklənməyək. Bu videolarımızı da belə mövzu ayıraraq hazırlayıb, yəni sizə təqdim edəcəyəm.
İnşallah tez bir zamanda bu videonu da YouTube-da paylaşacağam və sonda sizdən bu videolarımızı bəyənməyi, kanala abunə deyilsə abunə olmağa və əgər sualınız, təklifiniz, iradınız varsa videolarımızın alt hissəsində, yəni təsvir bölməsində, yəni kommentariya bölməsində öz fikirlərinizi, iradlarınızı bildirə bilərsiniz. Sağ olun, uğurlar.